Arxamda gördüyünüz bu bina bir vaxtlar Munkiz uşaq bağçası olub. Hazırda isə bağçanın keçmiş direktoru dələduzluq iddiası ilə gündəmdədir. İddia olunur ki, bağçanın direktoru bir neçə şəxsdən işə düzəltmək adı altında pul alıb. Dələduzluqda təqsirləndirilən uşaq bağçasının direktorunun növbəti məhkəmə prosesi baş tutub. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və növbəti iclas mart ayının 4-nə təyin edilib. Qeyd edək ki, sözü gedən bağça artıq fəaliyyətini dayandırıb. Baş verən hadisələr isə özü ilə birlikdə özəl məktəblərdə təhsil müəssisələrində işə qəbul prosesinin hansı şəkildə həyata keçirildiyi sualını ortaya qoyur. Təhsil eksperti İlqar Oruç bildirir ki, özəl bağçalarda işə qəbul məsələsi əsasən müəssisə sahibinin səlahiyyətindədir. Odur ki, bəzi hallarda ixtisaslı kadrlar kənarda qalır, pedaqoji təhsili olmayan şəxslər uşaqlarla işə cəlb edilir. Mən ingilis dilli bağçayam deyə bu imici qoruma məqsədilə daha çox burada filoloqlar və yaxud tərcüməçilər və yaxud heç bəzən olur ki, heç adamın diplomu yoxdur və hansı ki, məktəbə qədər təhsil müəssisəsində çalışacaq şəxsin müvafiq sahə üzrə pedaqoji biliklərə sahib olmalıdır. O fərqli yaş qruplarında, xüsusilə aşağı yaş qruplarında olan uşaqlarla işləməyə bacarığı olmalıdır. O çətin anlarda müvafiq həm də biliyindən həmin ixtisasın tələblərinə irəli gələrək müvafiq qərarlar qəbul etmə bacarığı olmalıdır. Uşaqlarla rəftar etməyi bacarmalıdır. Mütəxəssis vurğulayır ki, məktəbə qədər yaş dövrü xüsusi yanaşma tələb edir. Bu mərhələdə çalışan şəxslər yalnız dil bilməklə deyil, uşaq psixologiyası, pedaqoji bacarıq və peşəkar səriştəsi ilə seçilməlidir. Halbuki dövlət bağçalarında müəllim və tərbiyəçilər mərkəzləşdirilmiş imtahan və sertifikasiyadan keçdiyi halda, özəl bağçalarda bu tələblər çox vaxt tətbiq edilmir. Hesab edirəm ki, özəl məktəbə qədər təhsil müəssisələrinin üçündə vahid dövlət standartları tətbiqi olduqca zəruridir. Burada söhbət sahibkarlığa müdaxilədən getmir, uşaqların hüquqlarının, sağlamlığının və inkişaf mühitinin qorunmasından gedir ki, bu da olduqca vacib bir məqamdır. Xüsusilə mən vurğulamaq istərdim ki, özəl məktəbə qədər təhsil müəssisələrində peşəkar kadrların işə götürülməsi olduqca önəmlidir. Millət vəkili Günay Ağamalı bildirir ki, problem təkcə işə qəbulda deyil. Bəzi özəl bağçalarda sanitar gigiyenik qaydalar, qidalanma, təhlükəsizlik və uşaqlara münasibət məsələlərində də boşluqlar var. Bu kimi məsələlər qanunvericilik sayəsində zaman-zaman müzakirə olunur və yaxın gələcəkdə bu istiqamətdə də mühüm addımlar atıla bilər. Maya Sabir qızı Polad Məmmədov, İTV Xəbər.